Salam əziz şagirdlər. Yenə bir monitoring videosu ilə qarşınızdayım. Bilirsiniz ki, monitoring 6 iyunda olacaq. O vaxta qədər bacardığım qədər sizə belə monitoring nümunələri çəkəcəm. Ona görə kanalı izləməyə alsanız çox xoş olar. Bir də bir şey qeyd edeyim ki, dünənki monitoring nümunəsinin hamısına yazmışsınız ki, suallar bu şəkildə düşəcək. Xeyr, onu kim müəllim, hansı müəllim deyirsə ki, bu suallar düşəcək, onu yəni heç kim zəmanət verə bilməz ki, bu suallar düşəcək. Nətər? Məsələn, 9-cu sinif imtahanıdır, 11-ci sinif imtahanıdır. Necə ki, DİM tərəfindən keçirilir. Onu heç kim, yəni əvvəlcədən yaya bilməz, heç kim deyə bilməz ki, bu suallar düşəcək. 6-cı sinifdə dövlətin keçirdiyi bir imtahandır. Yəni onu indidən deyə bilmərik ki, bu sual düşəcək, bu sual düşəcək. Sadəcə biz ehtimal eləyirik, dərslikdə bu tipli suallar görmüşük deyə. Biz deyirik ki, hə uşaqlar, buna bənzər sual düşə bilər. Nümunə olaraq izah edirik ki, bəlkə görəsiz ağlınızda qala. Yəni ona görə deməyin ki, bu suallar düşəcək ya düşməyəcək. Bu arada bu artıq neçənci imtahanda paylaşıram kanalda. Keçin əvvəlki nümunələri də işləyin. 4-cü mü ya bilmirəm 5-ci imtahanda artıq mən paylaşıram. İzləyin, xəbərdar olasınız. Bənzər sualları görün ki, orada da düşəndə rahatlıqla işləyə biləsiniz. Hər birinizə uğurlar arzulayıram. Yenə deyirəm, əvvəlki videoda imtahanın necə təşkil olunacağı, sual sayı və s. kimi suallarda cavablandırmışam. Yenə nə isə sualınız olarsa rəylərə yazmağı unutmayın. Gəlin başlayaq. Öncəliklə bir də onu deyim ki, imtahan 25 sualdan ibarət olacaq. Burada görüm neçə sual var. Dünənki sualda 20-də nə idi? Demişsiniz ki, axı bəs orada 20-də nə idi? Yenə deyirəm, bu bizim özümüzün fərz elədiyimiz, özümüzün düşündüyümüz, yığdığımız bir testdir. Başlayaq. Deməli, birinci sualımız bizə deyir ki, A və B çoxluqları verilib, A ilə B-nin kəsişməsi 15 olarsa və B 15 olarsa, A fərqi B 7-dir və A, B-nin birləşməsini istəyir. Deməli, gəlin çoxluqları ən rahat işləmək yolu qəbul edək ki, Euler Venn diaqramıdır. Qeyd eləyək verilənləri. Bura A-dır, bura B-dir. Bizə deyir ki, A ilə B-nin kəsişməsi 5-dir. Kəsişmə haraydı uşaqlar? Çoxluqların kəsişməsi onların ortadakı hissəsidir. Yəni ikisinə də aid olan hissədir. Yəni buranı verib 5. Daha sonra deyir ki, B çoxluğu özü 10 elementdən ibarət, 15 elementdən ibarətdir. Əgər bu 15 elementin 5-i ortadadırsa, deməli fərqi 10-dur. Düzdürmü? Və A fərqi B-ni də 7 veribdir. Deməli, onun da fərqi birbaşa verdiyinə görə fərq bu hissəyə aiddir. İndi bizdən soruşur N, A birləşmə B-ni. A birləşmə B-ni. A birləşmə B bunların üçünün də cəmidir. Yəni 7 plus 5 üstəgəl 10. O deyilir 17, üstədə 10 gələndə 27 olacaq. Cavab oldu. Bir dəqiqə, nəyi səhv etdik? Orta 5-dir, 10-dur. Burada 7-dir. Bu sualda səhvlik var idi. Burada cavab 27-dir uşaqlar. Qeyd edin özünüzdə. Bir dəqiqə, bir də baxın. 5, bura 10-dur. Aynen B-nin kəsişməsi də 7-dir. 17, 15, 20. Səhv topladım. Deyirəm səhvlik var. Yəqin birinci görmədim. Danışa topladım. 22. Üzrlü sayın. Keçdik ikinci suala. Murad əvvəlcə kitabın 7-də 3 hissəsini, sonra isə qalan kitabın səhifələrinin 2-də 1 hissəsini oxudu. Kitabın oxunmamış 16 səhifəsi qalarsa, Murad əvvəlcə kitabın neçə səhifəsini oxudu. Baxın, əvvəlcə bütöv bir kitab idi. Həmin bu bütöv kitabın 7-də 3 hissəsini oxudu. Deməli, getdi 7-də 3x. Bütöv kitabdan, yəni 7-də 7-dən 7-də 3-ünü çıxanda yerdə 7-də 4x qalır, düzdürmü? 7-də 4x qaldı. Daha sonra deyir ki, qalan səhifələrin də 2-də 1-ni, 7-də 4-ün də 2-də 1-ni də hesablasaq, vurulsun 2-də 1. O da eləyir 7-də 2-sini. 7-də 2-sini. 7-də 2 də belə getdi. Bayaq 7-də 3 oxumuşdu. İndi də 7-də 2 getdi. Qaldı yerdə nə? 7-də 5 oxudu. 7-də 2-si qaldı. İndi bizə deyir ki, 7-də 5 hissəsi 16-dır. Onda biz bunu tamamını tapmaq üçün 16-nı 2-yə bölərik və 7-yə vurarıq. O deyir 8. 8 dəfədə 7, 56.
İndi bu 56 eləyir, düzdürmü? Amma bizdən bunu istəmir. Deyir ki, əvvəlcə kitabın neçə səhifəsini oxumuşdu. Əvvəldə 7-də 3-ünü oxuyub baxı. Onda 56-nı vuraq 7-yə, bölək 3-ə. O da eləyir 8, 8 3'üm 24 edecek. Cevap oldu B variantı. Daha sonra 3. sual. Düzbucaqlının perimetri 90 santimetrdir. Bir dənə düzbucaqlı çəkək, sonra oxuyaq. Perimetri 90 santimetrdir. İçine yazaq P bərabərdir 90. Sonra deyir ki, onun tərəfləri 4/5 nisbətindədir. Deməli, bura 4x-dir, bura 5x-dir. Sonra nə deyib? Və deyir ki, düzbucaqlının sahəsini təyin et. Əgər bura 4x-sə, burada 4x-dir. Bura 5x-sə, burada 5-dir. Cəmləsək, P bilirsiniz ki, 4 tərəfin cəmi 4x, 5x, 9x hərəsindən 2-dən olduğuna görə 18x bərabərdir 90. Tərəf-tərəfi bölsək, x bərabərdir 5. 90 için 18 5 dəfədir. İndi gəlin bunu hər tərəfinə vuraq. 4 dəfə 5'im 20, 5 dəfə 5'im 25. Deməli düzbucaqlının eni 20, uzunluğu isə 25 imiş. Sahə də enlə uzunluğun hasilidir axı. 20'ni 25'e vursam 500 eder. Cevap oldu D variantı. 4. sual bize deyir ki n, yani küçük n'e daxil natural ədədlərə aiddir və n kiçikdir 4 olarsa bu kəsirin cəmini tapın. N kiçikdir 4'dən nə deməkdir? 4'dən kiçik nə var? Ya 1 imiş, ya 2 imiş, ya da 3 imiş. İndi yerinə qoysaq, n böl n plus 1, 1 olanda o deməkdir ki, aşağıda 1 üstə gəl 1, 2, 2 də 1. Əgər 2 olarsa, 2 üstə gəl 1, 3, yuxarı 2 və nəhayət 3 olarsa, 3 üstə gəl 1, 4 eləyir. Yuxarıda da 4'də 3 olacaq. İndi bir də deyir ki, bu şəkildə olan kəsirlərin cəmini tapın. 2'də 1, üstə gəl 3'də 2, üstə gəl 4'də 3. Uşaqlar, indi bunu tapmaq üçün biz bunu ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəc 2, 3 və 4 üçün 12'dir. 3'ü də 12'yə bölünür. İndi 2'ni 6'ya vuraram 12 olsun. 3'ü 4'ə vuraram. 4'ü də 3'ə vuraram 12 olsun. İndi hamısı 12'ye gəlmiş vəziyyətdədir. Bir kəsirə yazsam 12'də 6, 12'də 8 və 12'də 9. Birləşdirəndə 8, 9, 17, 17 üstə 6 gələndə 23. Elədi 12'də 23. Bilirik ki 23'ün içində 12 bir dəfədir. 1, 12, 12, qaldı 11. Cavab oldu A variantı. 5. sual deyir ki, modulda deməli 5. sual A mənfi 3, B isə mənfi 7 olarsa modulda A üstəgəl modulda B və A üstəgəl B'nin modulunu fərqini tapın. Gəlin iki tərəfi də tapaq. Birinci ifadə ilə ikinci ifadə sizə eyni gələ bilər. Amma bunun fərqi odur ki, birincidə modul alır, sonra topluyor. İkinci ifadədə isə birinci topluyor, sonra moduldan çıxardır. Gəlin baxaq. Deməli, birinci ifadəni hesablasaq, modulda mənfi 3, üstə gəlinsin, modulda mənfi 7. Hər ikisi modul nə işə yarayırdı? Modul ədədin müsbətini çıxardı, düzdürmü? İndi toplasaq 3 plus 7 eləyir, nəticə 10. Gəldik bu tərəfə. Bu tərəfdə isə deyir birinci toplayın. Yəni mənfi 3, üstə gəl mənfi 7. Toplayanda eləyir modulda mənfi 10. Mənfi 10. Oradan da çıxır yenə də müsbət 10. Deməli birinci ifadə bura verdi 10. Burada verdi 10. Yine deyir ki bunların fərqi də təbii ki 10'dan 10 çıxsam 0 verəcək. Cavab oldu A variantı. 6. sual. Bərabərsizliyi doğru edən ulduzun yerinə yazılan rəqəmlərin cəmini tapın. Mənfi 2300 ulduz 7.
böyükdür mənfi 2358. Bizə deyir ki, bunun yerinə nə qoyaq? İndi burada 58-dir. Burada nə olsa böyük olar. Biz də bilirik ki, mənfi ədədlər kiçildikcə böyüyür. Yəni burada ola bilər 57, 47, 37, 27, 17 və 07 də ola bilər. Böyük olması üçün bu şərtlər ödəməlidir. Onda ulduz 5 ola bilər, 4 ola bilər. Bizə də cəmin deyir. 5 üstə gəl, 4 üstə gəl, 3 üstə gəl, 2 üstə gəl, 1. Sıfırın da əhəmiyyəti yoxdur. 3, 6, 10, 15 cəmin istəyir. Cavab oldu A variantı. Gəldik 7-ci suala. Aşağıdakı ədədlər dörtlüyünün hansı yalnız qarşılıqlı sadə ədədlərdən təşkil olunub? Qarşılıqlı sadə nə idi uşaqlar? Qarşılıqlı sadə heç bir ortaq böləni olmasın. Yəni bunlar eyni bir ədədə bölünməsin. Düzdürmü? İndi gəlin baxaq. A variantı 12, 33. 12 və 33 hər biri 3-ə bölünürlər. Bunlar nətər qarşılıqlı sadə olsun? Getdi. B variantı 15, 16. Bunlar qarşılıqlı sadədir. Amma 15 ilə 21 qarşılıqlı sadə ola bilməz. İkisi də 3-ə bölünür. Və ya 21 ilə 77. İkisi də 7-yə bölünür. Olmaz. B getdi. C variantı 11 ilə 19 olmaz. Olar. Yəni ortaq bölənləri yoxdur. 19, 43, 11, 43 yenə ortaq bölənləri yoxdur. Amma 19 38-ə bölünür. Yəni hər ikisi 19-a bölünür deyə C-də getdi. D variantı 16, 17. İkisi də ortaq böləni yoxdur. 23 yenə sadə ədəddir. Ortaq bölənləri yoxdur. 45 3-ə 5-ə bölünür, amma ona da bölünən bu siyahıda ədəd yoxdur. Cavab oldu D variantı. Gəldik 8-ci suala. 8-ci sual əməllər sırasıdır. Gəlin ardıcıl həll eləyə gedək. 24 çıx 9, üstə gəl 2. 24-ün üstə 2 gəlsə 26, 9-un da çıxsam 17 eləyəcək. Oy, bu neydi? 17. Bu hissəni saxladıq. Çıxılsın. Bax, indi gəlirəm bu hissəyə. Burada ən içəridəki mötərizə budur. 4 vur 2, 8. 8-dən 3-ün çıxanda 5 eləyir. Bax, bu hissə 5-dir. 4 vur 2, 8. 8-dən 3-ün çıxanda 5. İndi 7-dən çıxıram 5-ini. Önündə də mənfi var. Deyirəm ki, belə 17 çıxılsın. 5 vurulsun. 7-dən çıxıram 5-ini. Çıxıram 12-sini. Bərabərdir. O da eləyir 17 çıxılsın. 5 vurulsun. 7-dən 5-in çıxanda 2 eləyir. 2-dən də 12-sini çıxanda mənfi 10 eləyir. Bərabərdir. O da eləyir 17. Mənfi vuranda müsbət. 5-i də 10-a vuranda 50. 17 üstə 10 gələndə 50 gələndə 67 olacaq. Cavab C variantı. Gəldik 9-cu suala. Hansı yanlışdır? Bizdən müqayisə istəyir. A variantında 17-də 13 və 51-də 35. Necə müqayisə eləyək? Bunun hər tərəfini 3-ə vursam, bu da 51 olacaq. Onda bu olacaq 51-də 39. 39 da 35-dən böyükdür deyə belə olmalıdır müqayisə və doğru veriblər. Getdi. B variantı nətər müqayisə eləyərəm? Bunu 8-ə vursam düzələcək 48 olacaq. O da 40 eləyir. 40 31-dən böyükdür, düzdür. C variantı nətər eləyək? C variantı haqqında belə bir şey deyə bilərəm. 35-də 33 və 57-də 59. İkisini də 59-da səhv yazdım ikincini. İkisinin də 59-da 57. Surəti və məxrəci arasında 2 vahid fərq var. Əgər belə kəsirlər görsəz, ikisinin arasında 2 vahid fərq, ikisinin arasında 3 vahid fərq, onda böyük olan daha böyükdür. Yəni bu daha biraz yaxın sayılır. Ona görə böyük olanı götürürük. İkisinin arasında 3 vahid fərq olsa yenə də hansı böyükdür onu götürərdiniz. C variantı da doğrudur. Yəni gəldik D-yə. D-də 42-də 17 və 14-də 11. Uşaqlar 14-ün hər tərəfini 3-ə vursam, bu da 42 eləyər. Onda bu 42-də 33 olmalıdır.
42'də 33 olanda bərabərsizlik sol tərəfə çəkilməlidir. Amma burada sağa çəkilib deyə bu yanlış təklifdir. Gəldik 10-cu suala. 10-cu sualda deyir ki, əküb 84-92 bölünsün əbub 84-92. Uşaqlar, əküb əbubu keçəndə biz demişdik ki, normalda bu misalı necə həll eləməliyim? Əkübü taparam, əbubu taparam, sonra bunları bir-birinə bölərəm. Amma biz demişdik ki, bizim bir dənə düsturumuz var idi. Necə idi o düstur? Demişdik ki, əkübü əbuba böləndə bizdə C deyilən bir şey vardı. C anlayışı alınırdı. Bu C'də ortaq olmayan vuruqların hasili idi. Ortaq olmayan sadə vuruqların hasili. Yəni biz bunu birbaşa tapsaq yetərlidir. Sadə vuruqların hasili. Gəlin ortaq ayıraq sadə vuruqlara. 84'ü də 92'də. 84 2'yə 42, 2'yə 21, 3'ə 7, 7'yə bir dəfə. 92 2'yə 46, 2'yə 23, 23'ə bir dəfə. Ortaq olanları çıxaq. 2 getdi, 2 getdi, 2 getdi, 2 getdi. Qaldı əlimizdə bunlar. İndi biz buradan tapmaq üçün deməli nə edirik? Yazırıq belə. C bərabərdir. Yerdə nə qalıb? 1 3'ümüz qalıb, 1 7'miz, bir də 23'ümüz qalıb. Yazırıq belə. 3 vur 7 vur 23. Və bununla da nəticəni tapmış oluruq. Başqa heç nəyə ehtiyac yoxdur. O da eləyir 483. Görürsünüz, yəni nə əküb tapdım, nə əbub. Bir düsturu bilməyim məni 2 misal qabağa atdı. Yəni bacardığınızca vaxtdan təsarruf eləməliyik də, yəni vaxtdan qısmalıyıq. 11-ci sual. Aha, gördüyümüz kimi sahə vahidlərinə aid sualdır. Bir də deyir ki, 5'də 3 hektar, 5'də 3 hektar neçə metrin kvadratıdır? Bilirik ki, 1 hektar 10.000 metrin kvadratıdır. İndi onda biz 5'də 3'ünü tapmaq üçün bunu bölək 5'ə, vuraq 3'ə. 10.000'i 5'ə böləndə 2.000, 3'ə də vuranda 6.000 olacaq. Cevap oldu C variantı. 12. sual. 2'də 3 ədədinin tərsi ilə 3 ədədinin əksinin fərqini tapın. 2'də 3 ədədinin tərsi nədir? Gəlin baxaq, tərs nə idi? Tərsi onun surət və məxrəcinin yerinin dəyişməsi. İndi 2'də 3 isə biz götürəcəyik bunu 3'də 2. Deyir ki, 3 ədədinin əksi. 3 ədədinin əksi də uşaqlar mənfi 3'dür. Və bizə deyir fərqi. Biz bundan mənfi 3 çıxanda burada 2 dənə mənfi olanda demişdik mötərizələrin açılmasında. Bu cəmə çevrilir. Yəni artıq 3'də 2 üstə gəl 3 olur. O da birləşdirəndə 3'dan 3'də 2'ni verəcək. Aydındır mı? Cavab oldu 3'dan 3'də 2. D variantı. Gəldik 13-cü suala. Maraqlı sualdır. Deməli, gəlin verilənləri qeyd edək. 3 dənə bərabərsizlik verir və deyir ki, buradan A, B, C'nin işarəsini müəyyən edir. A vurulsun B, vurulsun C'nin kvadratı. Kiçikdir 0'dan. A vurulsun C, böyükdür 0'dan. B vurulsun C'nin kvadratı, kiçikdir 0'dan. Uşaqlar, sizə belə bir şey deyim. Müsbət ədəd, kvadrat ədəd həmişə müsbətdir. Ona görə belə bərabərsizliklərdə müsbət ədədi çıxın. Baxın, bu onsuz da müsbətdir, bu onsuz da müsbətdir. Bunları çıxdım. Necə çıxdım? Onsuz da müsbətdir. Nəyə vursam o eləyəcək. Müsbətə vursam müsbət eləyəcək. Mənfiyə vursam mənfi eləyəcək. İndi gələk buradan bir tapmağa. Əgər bura müsbətdirsə, B nə olsa vuranda mənfi eləyər. Deməli, B-nin özü mənfiymiş ki, C kvadratı onsuz da müsbətdir. Vurandan sonra mənfi alıb. Deməli, mən buradan çıxartdım ki, B mənfidir. İndi B-nin mənfi olduğunu bilirəm. Harda B görürəm, yazıram yerinə mənfi. Baxın, 0'dan kiçik olmaq mənfi deməkdir, düzdürmü? A nə olsa mənfi verər. A müsbət olsa cavab mənfi eləyir. Əgər mənfi olsaydı, mənfini mənfiyə vuranda nəticə 0'dan böyük olardı. Deməli, biz A'nın müsbət olduğunu deyə bilərik. Onda buradan çıxartdım ki, A da müsbətdir.
A müsbət olandan sonra aşağıda yerinə qoyuram müsbət. İndi uşaqlar bu da müsbət eləyibdi. Onda mən C-nin yerinə mənfi qoysam, gərək onda 0-dan balaca olaydı. Deməli C də müsbətdir ki. Bu ifadə vurub müsbət alıb. Deməli C də müsbətdir. A müsbət, B mənfi, C müsbət. O da eləyir hansı variant? A variantı. Gəldik 14-ə. Aha, deyir ki, modulda A, modulda mənfi A kiçik bərabərdir 7-yə. Dedik ki, ümumiyyətlə gəlin belə bir şey fikirləşək. A kiçikdir 7-dən. Onda bunun yerinə nə qoya bilərik? 1 qoya bilərik, 2 qoya bilərik, 3, 4, 5, 6 və 7. Əgər indi bu moduldadırsa, deməli bunların mənfiləri də doğrudur. Yəni mənfi 1, mənfi 2, mənfi 3, ta ki mənfi 7-yə qədər. Bir də bilirsiniz ki, istənilən bir modul ifadədə 0 da qoymaq olar yerinə. 0 da 7-dən kiçikdir. Bir dənə 0 qoysam yerinə. 7 qiymət müsbətlər. Təzədən 7 qiymət eyni şeyin mənfiləri verdi 14. 7 isə 7, 14. Bir dənə də bu 0 qoyanda cavab eləyir 15 dənə bunun yerinə tam qiymət qoya bilərik. Cavab olur C variantı. 15-ci sual. Deyir ki, ABC düzbucaqlısında bu ifadələr verilərsə B, A, M-i tapın. A, B, C, D. 90 dərəcə, 90 dərəcə, 90 dərəcə, 90 dərəcə. A, yerlərini düz yazdım. Hə, düz yazdıq. İndi bizə deyir ki, belə bir bucaqlar verilib. Bura M-dir, burada E-dir. Uşaqlar, buranı 53 verib. Onda, bu da 90-dırsa, təzədən 53-ün üstə nə gəlsəm 90 eləyər. 90-dan 53-ü çıxıram, 37. Buranı tapdım 37. İndi, burada bir dənə də bura halqa qoyublar. Yəni, bu deməkdir ki, bu bucaq eynidir. Onda burada 37-dir. Düzdürmü? Qalır bizdən bir dənə buradakı sual işarəsini tapmaq. Bunların üçü birlikdə 90 dərəcəni yaratmalılar. Onda biz sual tapmaq üçün 90-dan 2-dən 37-ni çıxmalıyıq. 2-dən 37 də 74 eləyir. 90-dan 74-ünü çıxanda qalır nəticə 16. O da eləyir D variantı. Gəldik 16-cı suala. Ayten 19 yaşındadır. Ayten 19. İkisi də ayla başlayırmış. Ayten 19. Aynur isə 24 yaşındadır. Deyir ki, Ayten 3 il tez. Aynur isə 5 il gec anadan olsaydı, onların yaşları cəmi neçə olardı? İndi 3 il tez, 19-dan 3 il tez olanda, uşaqlar, demək daha böyük olardı da indi. Yəni, olardı 22 yaşı. Aynur isə 5 il gec. 5 il gec olanda Aynurun yaşı daha az olardı. Onda 24-dən 5-in çıxanda 19. Bu da bunun həmin yaşıdır. Bizə deyir, yaşların cəmi 22 ilə də 19-u cəmləyirəm. Nəticə verir 41. B variantı. Gəldik 17-ci suala. Deyir ki, A-Y parçası 5 bərabər hissəyə bölünmüşdür. Yəni, bu balaca parçaların hamısı bərabər olarsa, A-F bölünsün B, D. Şimdi gəlin baxın. A-dan F-ə qədər neçə dilim var? Baxın. 1, 2, 3, 4. Onda A-F-ə biz 4 dilim deyək. Sonra təzədən B-dən D-yə 1, 2. Deməli, B-dən D-yə də 2 parça var. 4-ü də 2-yə böləndə təbii ki, cavabımız 2 eləyəcək. Cavab olur D variantı. Gəldik 18-ci suala. Deyir ki, A üstə gəl B 17 olarsa, bu cəmi tapın. Baxaq uşaqlar. 17-də A, üstə gəl 17-də B. Bunların məxrəcləri eynidir, düzdürmü? Onda bunları birləşdirə bilərik. Yazaq belə. 17-də A üstə gəl B. Düzdürmü? Və bizə A üstə gəl B-ni 17 veribsə, bunu da yerinə 17 qoysam, olur belə. 17-də 17, o da eləyir. İxtisar gedəndən sonra yerdə 1 qalır. 19-cu sual bizə 142 ədədinin natural böləninin sayını istəyir. Natural bölən necə idi? Deməli, bunun üçün ədədin sayda vuruqları ayırırdıq. Ayıraq. 142-yə 71 dəfə. 71 də daha heç nəyə bölünmür. Bəli, qarşılıqlı sayda ədəddir.
71 də 71-ə bölünür bir dəfə. İndi natural böləni necə tapırdıq? Bunu ayırsaq 2-dən neçə dənədir? 1 dənə. 71-dən də 1 dənədir. Düzdürmü? Natural bölən tapmaq üçün natural bölən bərabərdir. Üstlərinin üstünə 1 gəlirdi. Burada 1 dənə deyil uşaqlar. Biz bunu 1 plus 1 yazırıq. Sonra digər natural üslü 1 deyil, biz onun üstünə 1 gəlir. Yəni neçə dənə vurğu olursa, onun üstünə 1 gəlir. O da eləyir 2 vur 2. O da eləyir 4 alınır. B variantı. 20-ci sual. Bizə deyir ki 17 A 35 bərabərliyi ödəyən sadə ədədlərin cəmini tapın. Deməli, baxın 17-dən böyük deyir, yoxsa bərabər deyir. Altında xətt olanda biz demişdik ki, başladığımız qiyməti də götürürük. Yəni 17-nin özü də daxil. 17-dən başlayaraq 35-ə qədər olan sadə ədədləri tapmalıyıq. 17 özü sadədir. Demişdik cüt ədədlər sadə olmur, yəni 2-dən başqa. 18-i çıxdıq. 19 bəli, heç nəyə bölünmür. 20 cütdür, getdi. 21. 21 uşaqlar sadə deyil, 3-ə bölünür. Sonra 23 gəlir, cütləri çıxırıq. 23-ü götürmək olar, sadədir. 25-i götürmək olarmı? Xeyr, 5-ə bölünür. 27-ni götürmək olar? Yox, 3-ə bölünür. 29-u götürmək olar. Sonra nəyi götürmək olar? 31-i götürə bilərik? Bəli, heç nəyə bölünmür. 33-ü götürə bilərikmi? Xeyr. 3'ə bölünür. Bitdi. 35'i də götürə bilmərik. Niyə? Həm 35 olmaz, altında xətt yoxdur, həm də ki 5'ə bölünür. Deməli, bunların cəmini istəyir. 31 ilə 29 cəmliyəndə 60 eləyir. 17 ilə 23 də 40 eləyir. 100, 119 verəcək. Cəmi 119. Cavab oldu C variantı. 21-ci sual. Deyir ki, 32 ədədi 3 və 5 ədədlərlə tərs mütənasib hissələrə bölünmüşdür. Böyük ədədi tapın. Uşaqlar, demişdik, tərs mütənasib hissələrə böləndə nə edirik? Onun tərslərini toplayırıq. Yazaq belə. Onda 3 deyil, yazacağıq 3də 1 2. 5 deyil, yazaq 5də 1 2. Bərabərdir 32. İndi bunların ortaq məxrəci nədir? 15-dir də. Gətirək ikisini də 15-ə. Yazarıq belə. 15'də 3 2, 5 2 daha doğrusu. Üstə gəl 15'də 3 2. Bərabər imiş 32'ye. Olacaq onda 15'də 8 2. Bərabərdir 32'ye. X'i tapmaq üçün də nə edirdik? X'in əmsalına cavabı bölürdük. Böləndə surət və məxrəci dəyişir axı. 32 vurulsun 15 bölünsün 8. O da 8 8'ə 1 dəfə, 32 8'ə 4 dəfə. 4'ü də 15'ə vuranda 60 eləyir. Bu bizim x'imizdir. Amma biz bundan dayanmırıq. Sonra bizə nə demişdi? 3'də 1 x və 5'də 1 x. Gətiririk, həmin hissələrə bölürük. 60'ı 3'ə böləndə 20. 60'ı 5'ə böləndə cavab eləyir 12. Nə istəyir? Böyük ədədi. Böyük ədədimiz də 20 olacaq. 22-ci sual. İlk 50 natural ədəddən seçilmiş bir ədədin 8'ə bölünmə ehtimalı. Uşaqlar, ehtimal nətər tapılırdı? Deyirdik, keçən videoda buna aid sual var idi. Əlverişli hallar, əlverişli bölünsün bütün hallar, yəni bütün mümkün hallar. İndi gəlin baxaq. Bizim bütün halımız nədir? İlk 50 natural ədəd. Deməli, bütün halımız 50'dir. Yəni məxrəcimiz 50'dir. Düzdürmü? İndi bizə deyir ki, bunun 8'ə bölünmə. Gəlin baxaq, 1-dən 50'yə qədər nə qədər 8'ə bölünən ədəd var? 8, 16, 24, 32 və 40 və 48. Uşaqlar, neçədən ədəd var? 3, 6. Deməli, bizim 6 ədədimiz bizim üçün əlverişli haldır, düzdürmü? O da eləyəcək 50'də 6. İndi gəlin baxaq görək, cavablar görürük ki, onluq kəsir kimidir. Bunu da hər tərəfini 2'yə bölsəm, olar %12. 0'dan %12. D variantı. 23-cü sual. Ən kiçik ədədi göstərin. Biz demişdik ki, onluq kəsirlərdə ən kiçik ədəd vergüldən sonra daha çox uzayan ədəddir də. Vergüldən sonra ilk ədədi böyük olan böyükdür. İndi gəlin baxaq 4'ünə də.
Deməli, bunda vergüldən sonra 0 gəlib, bunda da 0 gəlib, bunda da 0 gəlib, bunda da 0 gəlib. Müqayisə üçün. Bunda da vergüldən sonra 0 gəlib, bunda da 0 gəlib, bunda da 0 gəlib, bunda da 0 gəlib. Bunda vergüldən sonra 3 gəlib. Bu böyükdür. Bunda vergüldən sonra 0 gəlib. Bu yəni getdi. Bu ən böyüdür. Ən böyüdür. Böyük. İndi gəldik bunları. 0,33 böyük olar. 0,03 mü? 0,03 mü? Təbii ki, bu sonra böyük gələn budur. Sonra böyük gələn budur. Bu isə ən xırda, ən kiçik ədədimizdir. Çünki onluq kəsiri getdikcə kiçilibdir. Cavab olacaq D variantı. Cavab olur D variantı. 24-cü sual. Deyir, şəklə əsasən x-i tapın. Baxın, burada görürsünüzmü? Bir 90 dərəcə işarəsi var. Deməli, bu iki bölünmüş şua bizdə 90 dərəcə yaratmalıdır. Yəni, 2x üstə gəl 20, üstə gəl 3x, çıx 10, bərabər olacaq 90-a. İndi, birləşdirsə, x-ları bir toplasaq 5x, 20-dən də 10 çıxanda üstə gəl 10 eləyir. Bərabərdir 90-a. Bu 10 keçəcək 90-ın yanına və işarəsini dəyişəcək. Nəyin üstünə 10 gəlsəm 90 eləyər? Deməli, 90-dan 10'u çıxıram 80. 5x 80 imiş. Hər tərəfdə 5'e bölsəm, x-imiz 16 olacaq. Cavab oldu 16. 25-ci sual deyir, verilən ədədlərdən neçəsi sadədir? 15 sadə deyil 3'ə bölünür, 21 sadə deyil 3'ə bölünür, 41 heç nəyə bölünmür uşaqlar, 51 3'ə bölünür, 63 3'ə bölünür, 71 sadədir, 23 sadədir. Deməli 1, 2 və 3 dənə sadə ədədimiz var. Belə uşaqlar, bu da bir monitoring nümunəsi. Yenə deyirəm, kanalı izləməyə alın ki, daha çox belə videolardan xəbərdar olasınız. İzlədiyiniz üçün çox sağ olun. Hələlik.